Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin Qaynar Zəng mərkəzinə Sumqayıt şəhəri Heydərli prospekti 45-ci məhəllədə yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə vasitələri cəlb olunmuşdur. Yanğın söndürənlərin çevik müdaxiləsi nəticəsində baş vermiş yanğın hadisəsi qısa müddətdə söndürülmüş və ətrafda yerləşən uşaq bağçası və körpələr evinə keçməsinin qarşısı alınmış və digər tikililər yanğında mühafizə olunmuşdur. Hadisə vaxtı xəsarət alan olmamışdır.